İnformasiya müharibəsi çox önəmli məsələdir, amma o demək deyil ki, biz də o informasiya müharibəsinin qurbanına çevrilir. Yəni biz heç vaxt öyle heç bir məsələnin ümumiyyətlə qurbanına çevrilməmişik. Çünki bizim idarəçilik sistemimizdə Azərbaycan modelli belə deyək ki, yeni bu reallıqlar yarandan sonra çox güclü sistemli müdafiə bir sistemimiz var. Ona görə də mən elə hesab edirəm ki, onun bizə təsir imkanları o qədər də deyil. Yer gəlmişəm, bu mən medialar izləyəndə məlumatları orada qarşıma çıxdı. Məsələn, Türkiyə qırıcılarını qaldırıb, onu belə təqdim edir ki, Türkiyə müharibəyə qoşulur, qırıcılarını qaldırıb. Sadəcə bu cür informasiyalarla biraz manipulativ hərəkətlərlə çekilir. Türkiyə təbii ki, öz ölkəsini qorumaq məcburiyyətindədir və o baxımdan da o qırıcılarını qaldırır. Yəni normal bir şeydir bu məsələlərdə. Bir yanlışlıq yoxdur. Mən İran dövlət sərhədlərini qorumaq üçün təbii normal bir məsələdir. Çünki bölgə həqiqətən də bizim yerləşdiyimiz coğrafiya çox ağır coğrafiyadır. Ona görə də bu məsələlərdə problem var. Amma mən bir gün əvvələ qayıtmaq istəyirəm. Daha doğrusu müharibədən bir gün əvvələ ki, İran ali dini liderinin köməkçisi, vilayəti belə bir açıqlama vermişdi ki, biz Zəngəzur dəhlizinin qarşısında biz adlı qoymadıq. Yəni Zəngəzur dəhlizi açılsın və s. və ilaxır. Amma ötən baş verən bu əməliyyat, yəni müharibə mi deyim, əməliyyat mı deyim, yəni baş verən bu hadisə göstərdi ki, İranın hərbi gücü əslində deyildiyi qədər də deyilmiş. Yəni o qədər göstərdikləri formada deyilmiş. Yəni bu səviyyədə bir Zəngəzur dəhlizi kimi böyük bir proyektin qarşısını almaq mümkündürmü sizcə? Mənə elə gəlir ki, o biz keçən danışdıq bunu, təbii ki mümkün deyil. Çünki bu Zəngəzur dəhlizi böyük dünyanın iqtisadi layihəsində önəm daşıyan bir prosesdir, bir dəhlizdir. Ona görə də mən hesab edirəm ki, İranın bu cür buna hərdən zaman-zaman bu cür ifadələr işlətməsi, mən hesab edirəm ki, o həm qeyri-etikdir, həm də ki, qeyri-səmimi və qeyri-siyasi ifadələr də onlar işlədilər. Çünki ölkələr arasındakı münasibətlər biz bilirik ki, tamamilə fərqli olur. İndi dediyiniz kimi müasir texnologiyalar o qədər inkişaf edib ki, hər kəs hər şeyi görə bilir. Bizim ölkəmizin başlı müharibə vaxtı biz belə bir təhdidlər demişdilər bizə ki, bu dedik ki, gedin baxın da, hardadır da. Yəni, ona görə də bu məsələləri gizlətmə, bu məsələləri haqqında manipulyasiya etmə doğru deyil. Bu bizə nədən irəli gəlir? Bu, həm dövlətin xarakterindən, idarəçilik usulundan, həm də ki, idarə edənin xarakterindən, idarə etmə sistemindən irəli gəlir. Baxın, bizim ölkəmizin idarəçilik usulu sistemi biz müharibə elədik, çox böyük, belə deyək, beynəlxalq normalara, standartlara uyğun və Azərbaycan tərəfi, Azərbaycan ordusu müharibəni o formada elədi ki, heç bir qanun beynəlxalq hüquqları pozmadı. Pozmadan biz buna həyata keçirdik. Sadəcə o torpaqlarımızı işğaldan azad elədik, düzdür. Amma digər ölkələr isə xarakterindən, yəni deyirəm, idarəçilik sistemindən irəli gələrək, baxın, zaman-zaman bu gün yadınıza gəlsə bir dəfə də o məsələlər oldu, böyük dövlətə, kiçik dövlətlərə qarşı o məsələdir. Bunlar o statuslarından istifadə edilir. Amma biz görürük ki, böyük dövlətlər o qədər nə ərazisinin böyüklüyündən və yaxud da ki, silahın çox olmağı ilə sayılmır ki, böyük dövlət böyük ağılla, bu müasir dövrdə nəzərə alır. Çünki biz bayaqları danışdıq güc mərkəzlərinin, bu günə siz ki, Ermənistan məsələn bu günləri ümumiyyətlə piyasada yoxdur. Məsələn, qlobal düşüncədə Ermənistan yoxdur, artıq maraqlı deyil. Düzdür? Amma zaman vardı, maraqlı idi Ermənistanı. Qoruyurdular, müdafiə edirdilər, silahlandırırdılar, kimlərəsə qarşı istifadə edirlər. Ən çox da bizə qarşı. Ən çox da bizə qarşı təbii ki. Və regionda hansısa bir siyasət həyata keçirmək üçün Ermənistan dili ilə söz edizdirirlər. Amma bu günlər isə Ermənistan ümumiyyətlə maraqlı deyil. Düzdür? Çünki niyə görə? Azərbaycan biz dediyimiz düşüncəsi ilə, ağlı ilə regionda elə bir reallıq yaratdı ki, bu günlər Ermənistan ümumiyyətlə maraqlıdır və digər ölkələr də o maraqsızlıq atmosferini düşmək istəyirlərsə, təbii ki, o duyğularını davam etsinlər. Amma güc onunla deyil, güc bu günləri ağılla ölçülür. Müdrikliklə ölçülür ki, biz onun qələbəsini yaşamışıq, o həyatımızda yaşamışıq. Bu gündən sonra da təbii ki, o bayaq dediyim güc mərkəzi təbii ki, həmən ağlı, həmən müdrikliyi qəbul edirlər. O səndə yoxdursa, onu sən özündə cəmləşdirə bilməmisənsə və dünya siyasətinə adifət olaraq o ağıldan istifadə edə bilmirsənsə, mütləq şəkildə bu cür proseslərin sən şahidi olmalısan və bu zərbələri çəkməlisən. Ona görə bu günləri dünyanın tələbi, dünyanın diktəsi, dünyanın təhdidi tamam başqa yöndə istiqamətdədir və onun planlaşdığı yeni dünya düzəninin o fərqi yoxdur orada, hansı ölkələr olsun, o yeni dünyanın pozulmasına yönəlik addım atırsa, o ölkənin cəzalandırılması və istir sərt formada, istir yumuşaq, aktiv formada və yaxud da radikal formada cəzalandırılması
mütləqdir, labıdır, bunu eləyəcəklər. Və bu günləri məsələn İsrail dövləti deyir ki, biz İran özümüzə təhdid dövlət olaraq özümüzə qarşı təhdid hesab edirik və onun nüvə deməli bütün istihsal müəssisələrinin hamısına biz zərbələr endirmişik. Amma biz görürük bu günləri onların generalları ölüb. Təsəvvür evdə hətta yatdıqları yerdə belə müdaxilələr var. Bu böyük bir bilirsiniz bir əslə qalanı bir baxımda hərbi bir taktikada, strategiyada. İndi buna İranın cavabı necə olacaq? Təbii ki, bu keçən dəfə kimi dronlarla İsrailin üstünə səmalarında uçuşdurub hansısa bir nöqtələrə zərbələr vuracaqsa, onunla bitəcəksə başqa məsələ. Amma mən hesab edirəm ki, burada hətta burada bəziləri deyir ki, bunlar hamısı razılar. Haniyə məsələsi necə olur ki, İran razılaşdırılır, düzdürmü? İran özü də rəsmi etiraf eləmişdi. Razılaşdırılmış. İndi burada da məsələlər bu pərdə arxasında burada razılaşdırma varmı? Yəni ki, bu qədər belə deyim, dünya siyasətində degradasiyaya uğramış bir siyasi yol varsa, yəni artıq bunun biz özümüz də artıq bu haqqda düşünməliyik ki,